İran hökuməti bu yaxınlarda haqqı çatanlara cinsi dəyişdirmək əməliyyatının sığorta şirkətlərinin hesabına ediləcəyini elan edib. İran İslam Respublikasının banisi Ayətullah Xomeyni transseksualların əməliyyatına əsas qazandıran fətva verib. İndiyədək İranda bu cür əməliyyatların xərclərinin bir qismini hökumət qarşılayıb. Lakin bir çox İranlı xərclərin getdikcə artmasından şikayətlənib. Belləri məsələnin yalnız maliyyə dəyəri ilə məhdudlaşmadığını deyir. Onlara görə əməliyyat artan borclar və natamam vücudla başa çatır. Transseksualların yeni mütərəqqi imkanlara malik olduğuna baxmayaraq, konstitusiyada əks olunmuş şəriə qanunlarına görə geylər və biseksuallar ölüm cəzasına məhkum oluna bilər. İran hökumətinin rəy sorğusuna əsasən hər il 300-400 adam cinsi dəyişmək əməliyyatından keçir. Lakin bunlardan çoxu transseksual deyil. 2004-cü ildə keçirdiyimiz rəy sorğusuna görə əməliyyat edənlərin 45%-i homoseksuallardır. Bu adamlar əməliyyatı sistemdən sağ-salamat çıxmaq üçün etdiriblər. İran cinsin dəyişdirilməsi üzrə ən çox əməliyyat edilən ölkələrdən biridir.